Bir şüşə şirin qazlı içki ömürdən 12 dəqiqəni apardığını bilirdinizmi? Biraz təcrübəli səslənsə də, amma bunun arxasında real elm dayanır. Michigan Universitetinin alimləri tərəfindən aparılan araşdırma göstərir ki, müxtəlif qidalar insanın sağlam həyat dəqiqələrinə fərqli təsir edir. Araşdırmaya qida rasionundan 5800-dən çox məhsul daxil edilib. Nəticələr nəyə göstərdi? Bir banka şirin qazlı içki təxminən -12 dəqiqə, hot-dog -36 dəqiqəyə qədər, duzlu mal əti -71 dəqiqəyə qədər, burger və ya sendviç -9, -13 dəqiqə həyatımızı azaldır. Sual ola bilər ki, bu necə baş verir? Alimlərin fikrincə, ultra emal olunmuş qidalar şəkər, duz və yağ baxımından çox zəngindir. Bu da piyələnmə riskini artırır, ürək-damar xəstəliklərinin ehtimalını yüksəldir, diabet və depressiya ilə əlaqələndirilir. Amma həyatımıza müsbət təsir göstərən qidalar da var təbii ki. Misal üçün, fıstıq yağı təxminən 33 dəqiqə artırır. Qoz fındıq və toxumlar 25 dəqiqə. Tomat sosunda sardina balığı 82 dəqiqəyə qədər. Banan təxminən 14 dəqiqə həyatı artırır. Əsas nəticə ondan ibarətdir ki, gündəlik kalorinin cəmi 10%-ni emal olunmuş ətdən sağlam qidalara dəyişmək 48 dəqiqə həyat qazandıra bilər. Təbii ki, bu indi nəsə yeməklə dərhal itirdiyiniz və ya qazandığınız dəqiqələr demək deyil, söhbət qidalanmanın uzun müddətli təsirindən gedir. Hər şeyi birdən dəyişmək lazım deyil, amma qidalanmada kiçik dəyişikliklər belə sağlam və ömür uzunluğu baxımından gözlənilməz dərəcədə böyük təsir göstərə bilər. Odur ki, özünüzlə müğayət olun.